Bir hədis şəriflə inşallah tamamlayaq əziz qardaşlar. 3 insan vardı ki, qiyamət günü mən onların düşman olacağım. Bax, Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm deyir ki, 3 insan var ki, mən onların düşmanı olacağım. Bir şey verib hilə edən. Yəni sənə verir, amma səni hilən eləyir. Görüm, yəni bir mənafiq güdür. Sənə nəsə verir, amma hiləsi var arxada. Zavallı insan. Allah hər şeyi görür, qardaş. Birinci, Allah nə deyir? Qiyamət günü mən onların düşmanı olacağım, deyir. Verir, amma hilə ilə verir. Bu bir. İkinci, azad bir insana sataraq haqqını yiyən. Yəni, bu qul dövrü məsələlərine girir, təbii ki, o əsrə. Üçüncü isə yenə bizə aiddir, bu dövrə. Bir işçi tutub əmək haqqını ödəməyən kimsələr nə deyir? Qiyamət günü mən onların düşmanı olacağım. İndi bəzi mesajlar var burada, ondan bitirək. İnanın ki, o qədər qardaşlar gəlir, müzakirə edirik, mütaliə edirik, dərdini söylüyor. Buraxın, hələ mən cahillərlə işim yoxdur, ha. Mən cahillərlə işim yoxdur. Cahil zaten cahildir. Müsəlmandır, orada işləyir. Adam ümrəyə gedə bilmir işçi. Niyə gedə bilmirsən? Deyir, müdürüm buraxmır, deyir. Namaz qılır, ha, müdürüm. Ömründə bircə dəfə ümrə eləməyib o adama. Deyir, ümrə, deyir, niyə getmədin ümrəyə? Dedim, müdürüm icazə vermədi. Zavallı. Sayı hesabı yoxdur, ha. Yəni, artıra gedir, amma işçilərinə zülüm verir. Adamın nə xadinoyu var, nə istirahəti var. Bu nə cür müsəlmançılıqdır, yəni? Sən hara yığırsan? Əlləzi cəmə'ə mələ və əddədə. Vaydir o cəm edənlərin halına. Hara yığırsan? Özü də alnını səzdəyə qoysan, yerə qoyursan. Hara yığırsan sən? Bu nə iş qurmaqdır, yəni? Zülüm verirsən sən əlinin altında işçilərə. O yazıq bədbaxtlar iş tapa bilmir da, ona görə sən məcburdur səndən işləyir. Adam namaz qılır, işçisinə əziyyət verir. Artıra gedir obyektləri. Amma bir dənə düzgün bir iş qurmur ki, bu əlinin altında işləyənlər qul da ölür. Sən qulun da ölür bunlar. Bunlara diqqətli olan qardaşlar. Hesab verəcəkdir o insanlar. Allah cümləmizi ölüm anı, sekaratul mövt dediyimiz o an gəlmədən ayılmağa nəsib eləsin. Allah hamımızdan razı olsun.